ümumiyyətlə biz Quran-ı Kərimin ayələrinə nəzər salanda, məsələn, Quranda qeybət barəsində çoxlu ayələr var. Artıq biz bu günləri Məhərrəm ayında yaşayırıq və bildiyimiz kimi Məhərrəm kəlməsi də həram sözündən götürülüb. Ümumiyyətlə, insan həyatda çalışmalıdır, qeybətdən çəkinməlidir. Yəni, qeybət etməməlidir. İmam Hüseyn əleyhissalamın qeybət barəsində maraqlı hədisləri var. Məsələn, bir hədisində Həzrət İmam Hüseyn əleyhissalam buyurur, hədisi oxuyacam, əslində hədis çox maraqlıdır. Yəni, bəzən biz mövzularda demişik ki, hədis də Quran-ı Kərimdən süzülüb gələn incəlikdir. Məsələn, Allah Quranda ayədə qeybət eləyən insanlar barəsində deyir ki, vay olsun qeybət edənlərin halına. Məsələn, bir ayədə Həzrət İmam Hüseyn əleyhissalam hədisdə buyurur ki, لِرَجُولٍ غِتَابَ إِنْدَهُ رَجُلًا يَحَازَ كُفَّ عَنِ الْغَيْبَةِ فَإِنَّهَا إِدَامُ كِلَابِ النَّارِ. Araqlı bir hədis buyurur Həzrət İmam Hüseyn əleyhissalam, deyir ki, qeybətdən çəkin. Qeybətdən çəkin, hətta qeybət eləmək cəhənnəm itlərinin azuqəsidir. Yəni, insan zərrə qədər də qeybət etməməlidir, qeybətdən çəkinməlidir. Olur, həyatda biz cəmiyyətdə belə insanlarla tez-tez qarşılaşırıq, hər hansısa bir yerdə oturarkən qeybət edirlər. İnsan nə qədər qeybət edərsə, mənfi emosiyaları özündə cəmləyər. Ona görə də insan qısa məna budur ki, bu məsələlərdən çəkinməlidir. Müsbət, gözəl xüsusiyyətləri insan ilahi təqvi ilə yaşamalıdır, imanla həyatını davam etməlidir. Allah bizi imanlı, təqvalı insanlardan qərar versin və bu Mühərrəm ayına xatir Allah bizim bütün günahlarımızı bağışlasın inşallah.